Mən Teymurlu Vahid, Get Akademiyada data analitika dərsini tədris edirəm. Bu gün sizinlə 4 moduldan biri olan statistika moduluna kiçik bir hissəyə baxacağıq. Biz modanı necə hesablamağımızı bilirik, yəni bu bizim üçün çox rahatdır. Bəs bizim qruplanmış datamız olanda biz bunun üçün modanı necə hesablayacağıq? Bu gün ona baxacağıq. Hər hansı bir sinifdə fərz edək ki, tələbələrin bu boylar arasında və sayı da bu qədərdir. Burada bizim sinifdə aralıqlarımız və frekanslarımız var, hansı ki qruplarımızın frekansı. Belə bir qruplanmış data üçün modanı hesabladığımız zaman biz ilk öncə baxırıq. Ən çox harada tələbə var. Həmin sinifi tapandan sonra bizim bunun üçün bir neçə düsturumuz var. Bu gün o düsturlardan sadəcə birinə baxırıq. Modanı hesablamaq üçün bu düsturdan istifadə edirik. Burada L bizim qrupumuzun alt dəyərini göstərir. L 160 olaraq yazırıq. F1 və F2 dəyərimiz seçdiyimiz qrupdan bir əvvəlki qrupun frekansını, F2 dəyərimiz isə seçdiyimiz qrupdan bir sonraki qrupumuzun frekansını göstərir. Son olaraq C dəyişənimiz isə seçdiyimiz qrupdakı sinif fərqini yazırıq. 170-160 arasında olan sinif fərqi isə 10-dur. İndi isə verilən dəyərləri düsturda yerinə qoyduqda görürük ki, 160 üstə gəlinsin, 60 bölünsün, 100 üstə gəlinsin, 60 vurulsun 10 kimi və nəticə olaraq nə alırıq? Bura bizə 3,75 verir. Nəticə olaraq da 163,75 olaraq modamızı alırıq. Moda dəyəri bizə bir çox yerdə lazım olur. Gəlin bunlardan birinə nümunə kimi baxaq. Bu şəkildə isə siz sola əyilmiş paylanma, normal paylanma və sağa əyilmiş paylanmanı görə bilirsiniz. Burada da ayrı-ayrı qeyd olunub ki, hansı ki təpə dəyər bizim artıq modamızdır, ən çox təkrarlanan dəyərimizdir. Normal paylanmada ədədi orta, median və təpə dəyər, yəni moda necə əlaqə var aralarında, sağa əyilmiş paylanmada və sola əyilmiş paylanmada necə əlaqə var. Statistika modulumuzdan kiçik bir hissəni sizinlə bölüşdüm. Siz də data analitikanı öyrənmək istəyirsinizsə və portfolyonuzu formalaşdırmaq istəyirsinizsə bizə qoşula bilərsiniz.